Lənkəran Dövlət Dram Teatrı Friedrich Schiller'in Məkr və Məhəbbət tamaşası ilə teatrımızın qonağı oldu. Tamaşa çox gözəl alındı. Tamaşadakı mövzu bütün insanların həyatında baş verən faciədən bəhs edən bir tamaşa idi. Tamaşaçılar tərəfindən də çox gözəl qarşılandı. Tamaşanı çox mahir ifaçıları belə deyərdim ki, tamaşaçılar da sevdirdi. Oradan da çox möhtəşəm bir əsər izlədik. Biz özümüz də rayonda teatr ənənələrini yaşatmağa çalışırıq. Bir tamaşaçı kimi bir rejissor gözü ilə baxdım və çox bəyəndim. Gələnlər çox şey qazandı, gəlməyənlər çox şey itirdi. Yəni bu tamaşanı mütləq şəkildə izləmək lazımdır və mən istəyərdim ki, fürsət düşsə bu tamaşaya bir də baxmağa, yəni ətrafındakı dostlara da tövsiyə eləmək istəyirəm ki, mütləq şəkildə bu tamaşanı izləsinlər. Həqiqətən də bugün demək olar ki, bir bayram idi, bizim üçün dəyərli idi. Bütün gənclərimiz bu əsərlərə, bu tamaşalara baxaraq öz mədəni kütləvi həyatını genişləndirsinlər və inandıraram ki, çox şey qazanacaqlar. Friedrich Schiller'in Məkr və Məhəbbət əsərinin motivləri əsasında hazırlanan tamaşamızın rejissoru, görkəmli rejissorumuz Bəhram Osmanovdur. Mən bu tamaşada Lady Milford obrazını canlandırıram. Əvvəlcə bu tamaşanı canlandırarkən məşqlərdə biraz çətinlik çəkdim, çünki obrazın həddindən artıq daxili psixologiyası yüksək olan obraz idi. Lakin Bəhram Osmanovun məşqləri sayəsində, onun peşəkar rejissorluğu sayəsində mən bu obrazı öhdəsindən gəlməyə çalışdım. Tamaşamız burada çox böyük maraqla qarşılandı. Qax teatrında bizi çox yüksək səviyyədə qarşıladılar. Biz bu qonaqpərvərliyə görə onlara təşəkkür edirik. Əgər siz də Məkr Məhəbbət tamaşasına baxmaq istəyirsinizsə, sizi Lənkəran Dövlət Dram Teatrında gözləyirik. Bu təşəbbüs üçün, bu teatrın kollektivinin bu fəaliyyəti üçün mən belə deyərdim. Teatrın direktoru, Respublikanın Əməkdar Mədəniyyətçisi Laləzar xanım başda olmaqla bütün kollektivə mən öz adımdan, Qax cəmaatı adımdan təşəkkür edirəm. Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin teatrlara qastrol səfərləri layihəsi çərçivəsində baş tutan bir tədbirdir. İnşallah bu davamlı olar. Yəqin ki, Lənkəran Dövlət Dram Teatrının başqa gözəl tamaşalarını da biz öz səhnəmizdə inşallah görərik.